vaxtınız xeyir olsun. Əziz dinləyicilər, İş Bilən verilişi efirdədir və bir saat ərzində sizinlə mən aparıcınız Anar Saylıoğlu olacaq. Əgər suallarınız varsa bizim WhatsApp nömrəmiz 055 211 03-dür. Mən çox vaxt uzatmayıb qonağımızı sizə təqdim etmək istəyirəm. Azərbaycan Respublikası Hüquqi Dövlətdir az saytının rəhbəri, beynəlxalq hüquq eksperti, xalqına və vətəninə eyni zamanda vəzifəsinə vəfa borcunu yerinə yetirən İsmail Zalovdur. İsmail müəllim, xoş gördük sizi. Necəsiz? İsmail müəllim, suallarım sizə təbii ki çoxdur, amma birinci istəyirəm ki, artıq Novruz bayramı yaxınlaşır, Ramazan bayramı yaxınlaşır və biz çox fəxarət bir hisslə deyə bilirik ki, artıq biz Qarabağımızda, Xankəndimizdə, Xocalımızda, Şuşamızda artıq Novruz bayramını keçirəcək. Hətta Çərşənbə bayramları qeyd olundu. Böyük bir fəxarət hisslə bunu qeyd edirik. Təbii ki, bu prezidentimizin şücaəti, milli ordumuzun şücaəti ilə əlaqədar olmuşdu. 44 günlük qələbə nəticəsində biz dünyaya hay vurduq, səs vurduq ki, Azərbaycan ordusu necə güclüdür. Hətta onu da qeyd edim ki, istər COP29 olsun, istər Avropa oyunları olsun, istər İslam həmrəylik oyunları olsun və digər idman yarışları və yaxud da beynəlxalq bizdə olan yarışlar olsun, hər birinə gələn xarici qonaqlar bir kəlmə dedi ki, Azərbaycan təhlükəsiz bir dövlətdir. İstəyirəm ki, bir hüquqi ekspert kimi siz də bununla bağlı bir şəhrinizi bildirərdiniz. Təbii ki, qısa müddət qalıb Novruz bayramını qeyd etmək və həm də orucluq bayramını. İlk növbədə Azərbaycan xalqımızı gözəl bu müqəddəs Ramazan ayını bayramını da təbrik edirik, fürsətdən istifadə edərək, həm də Novruz bayramını. Bizim tonqallarımıza, ocaqlarımıza istilik verən şəxs bugün Qarabağımızda, bugün Xankəndində biz tonqal qalayaraq Novruz bayramını qeyd ediriksə, bizə xoşbaxtlıq, bir Azərbaycan Respublikasının vətəndaşı olaraq bizə xoşbaxtlıq verən, yaşadan şəxs İlham Əliyev Heydəroğludur. 30 ili həsrətinə son qoyuldu. Bilirsiniz nətərdir? Gəlin 80 yaşında olan ağsaqqala, ağbirçəyə bir sual verək ki, Xankəndində Novruz bayramı tonqalları qalanırdı mı? Və yaxud da Azərbaycan dövlətinə məxsus olan parlament seçkilərində, bələdiyyə seçkiləri, prezident seçkiləri keçirilirdi mi? Xeyr. Şükürlər olsun ki, Xankəndində bugün tonqal qalanır və xalq olaraq, millət olaraq sevinç içindəyik ki, bizim ümumi ərazi bütövlüyümüz bərpa olunubdur. Bugün Qarabağ, Azərbaycan söyləyirik, Azərbaycan, Qarabağ söyləyiriksə, unutmalı deyilik ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Heydəroğlu'nun daxili və xarici siyasəti nəticəsilə torpaqlarımız azad olunaraq, bugün də Xankəndində, Qarabağımızda Novruz bayramı keçirilir. Ən xoşbaxtlıqdır bu. Şükürlər olsun ki, üç rəngli müqəddəs bayrağımız da dalğalanır. Təbii ki, Azərbaycan dövlətində böyük beynəlxalq tədbirlər keçirilir. COP29 gördünüzmü, nəzər yüksək səviyyədə tədbir keçirildi. Bəli, Azərbaycan Respublikamızın Dövlət Təhlükəsizlik Xidməti yüksək səviyyədə dövlətinə, xalqına xidmət edir. Mən deyərdim ki, Dövlət Təhlükəsizlik Xidməti bugün xalqını, millətini və dövlətini yüksək səviyyədə dövlət təhlükəsizliyini qoruyur. Və biz xalq olaraq da öz təşəkkürümüzü bildirməliyik dövlət təhlükəsizliyinin hər bir əməkdaşına ki, bizim Azərbaycanımızın istir daxili, istir xarici təhlükəsizliklərimiz Azərbaycan dövlətinin maraqlarını yüksək səviyyədə bərpa olunur. Bəli, Xankəndində, ümumi Şuşamızda, Qarabağımızda hüquq mühafizə orqanların
şöbələri açılıb. Bugün o şöbələrdə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları da Qarabağımızda yüksək səviyyədə xidmət aparır. Bugün oradakı sakinlərimiz də rahat, sərbəst yaşayaraq öz dövlətinə dualar edir və öz prezidentinə, liderinə öz təşəkkürünü bildirir. Bir daha da Azərbaycan xalqını bu Novruz bayramı yaxınlaşır. Novruz bayramını səmimi qəlbdən təbrik edirəm. Biz sayt olaraq, sayt rəhbəri olaraq və saytımızın, kollektivimizin adından və müqəddəs Ramazan ayıdır. İnşallah Novruz bayramından sonra ayın axırı da Ramazan bayramı olacaq. Ramazan bayramının da münasibəti ilə səmimi qəlbdən təbrik edirik. Bizim saytımızın məqsədi, məramı da göz qabağındadır ki, dövlətinə, xalqına, millətinə xidmət etməkdir. Biz faktlarla, istir daxildə, istir xaricdə də olanda, biz faktlara söykənərək yazılarımızı saytımıza qoyuruq və işıqlandırırıq və 7 dildə də oxunur və hər bir sayta daxil olan şəxs də görür ki, həqiqətən də bu tərif deyil, şükürlər olsun göz qabağındadır. Bizim məqsədimiz, məramımız dövlətinə və xalqına xidmət etməkdir. Və üzr istəyirəm, o saxta dırnaq arasında olan özlərini jurnalist kimi təqdim edən şəxslərlə qarşıda mübarizəmizi aparmaq, biz də hüquq mühafizə orqanlarına dəstək olaraq onların yanında olmaq.